bu ailəyə baxaq görək, necə davranıblar, hansı detallara fikir veriblər. Həzrəti Peyğəmbər, Həzrəti Xədicə heç vaxt o dəyərini itirməzdi. Deyərdi, Xədicə, eynə, mislu Xədicə. Xədicə kimi xanım var, bu dəyər verməkdir xanıma. Lazım ona görə, kişi görə xanıma dəyər versin. İndi keçək bu tərəf xanım, Əmirül-Möminin deyir, niyə deməmsən mənə? Deyir, həya edirəm, birdən deyərəm, alıb gətirə bilməzsən. Çətinliyə salmır kişini. Başa mütləq qonşuda o telefon var, məndə də bu telefon olsun, kişi məcbur ilə getsin, o telefonu sənə alsın, gətirsin, falan marka adını deməyim, reklam olar. Gətirsin, onu sənə versin, o da kişi də bütün gün yazıq, dərd çəkir. Necə ötürük? Axı sən, bəzi vaxtlar xərcimiz maaşımızdan çox olur. Deyir, Allah kərimdir. Mən bildim, Allahın kəraməti ilə, valla mən də xutbə edirəm. Problemim yoxdur, Allah kərimdir 100%. Amma otur, çıxarlarına bax da. Çıxarlarına bax. Qənaət də budur da, qənaət nəyə deyirlər? Çıxarlarına uyğun addım atqınan. Xərcindən artıq xərcləmə, qazandığından artıq xərcləmə.